Ekranımızı paylaşırıq. Aha, demək, xoş gördük. Bizim YouTube kanalının izləyiciləri üçün də demək istəyirəm ki, bu 7-ci sinif Dövlət İmtahan Mərkəzinin təzə dərs illər üzrə hazırladığı test kitabıdır. İkinci bölmədən, yəni bitki orqanizmi bölməsindən inşallah suallarımıza baxarıq. Başlayırıq A variantından. Deməli, birinci sualımız. Yarpaqla gövdəni müqayisə edirik Venn diaqramı vasitəsilə. Vegetativ orqandır hər ikisi. Bu orqanın quruluşuna görə bitkilər 3 qrupa bölünür. Bu gövdə quruluşuna görədir. Yəni ağaclar, kollar və otlar. Bunu 2-yə yazarıq. Sonra quruluşuna görə 2 qrupa bölünür. Sadə və mürəkkəb, bu yarpaqdır. 3-ü yazarıq 1-ə. Deməli, vegetativ çoxalmada iştirak edir. Hər ikisi 4-ü ortaya yazarıq. Aya və saplaqdırsa bu yarpaqdır. 5-i yazarıq yarpağa. Köklə yarpaq arasında əlaqə yaradır. Bu gövdədir. 6-nı yazarıq gövdəyə. Deməli, 3, 5, 2, 6, 1, 4. Bu da A variantına uyğun gəlir. İkinci sualımız. Hansı sıradakı toxumalar heyvanlara aid edilir? Burada əsas toxuma bitkidir. Deməli, A variantı deyil. Epitel birləşdirici sinir əzələ. Burada doğru cavab B variantıdır. Sonra qızılağac və ya söyüd budaqlarını suya qoyduqda onlarda bilavasitə hansı köklər inkişaf edir? Əgər budaqdırsa, deməli söhbət gövdədən gedir. Gövdədən inkişaf edən köklər isə əlavə köklərdir. B variantı olur doğru cavabımız. Hansı bitkilərdə mürəkkəb yarpaqlar olur? Akasiyada, ağcaqayında, bu ağcaqayında deyil, ona görə bu olmaz. Akasiyada, noxudda, bəli budur. Yəni digər variantlarda dizçəyində sadədir, gökədə sadədir, toz ağacında sadədir. Dördüncü sualımızın cavabı ona görə B variantı olur. Deməli, davam edirik. Növbəti sualımız 5-ci sualımızla. Canlıların ən kiçik quruluş vahidi nədir? Hüceyrədir, yəni C variantı. 6-cı sualda yerüstü zoğu bığcığa çevrilən bitki. Yerüstü zoğu bığcığa çevrilən bitkidirsə, bu üzüm bitkisidir. D variantı. Sonra 7-ci sualda canlı orqanizmin ilkin təşkil səviyyəsi hüceyrədir. Yəni ardıcılıqla hüceyrə, toxuma, orqanlar sistemi, orqanizm gəlir. Əgər kök digər köklərdən inkişaf edirsə, bu yan kökdür. B variantı olacaq. Yarpaqlar zoğ üzərində 3 cür düzülür. Deməli, birinci boşluğa 3 gedəcək, yəni 4-cü bənd. Sonra bir buğuma 1 yarpaq. Növbəli düzülürsə, bir buğuma 1 yarpaq birləşir, yəni 2 gedir. Deməli, bunu qeyd edeyim. Burada birinciyə 4 getdi, ikinciyə 2 getdi. Düzülüşdə bir buğum üzərinə 2 yarpaq, bu qarşı-qarşıya düzülüşdür, 3 də gedir bura. Və hər buğumda 3 və daha artıq yarpaqdırsa, bu top halıdır. 4, 2, 3, 1 olacaq. 4, 2, 3, 1 də D variantına uyğun gəlir. Şəkildə göstərilən yarpaq damarlanmasına hansı bitkidə təsadüf olunmur? Bu paralel damarlanmadır. Və paralel damarlanma üzümdə, çinarda, torları damarlanmadır. Elə A variantı. Palıdla qamışda, yəni qamışda təsadüf olunar. Buğda, qamış hər ikisində təsadüf olunar. Yenə buğda da təsadüf olunar. Üzüm, palıd, indi burada üzüm, palıd, təsadüf olunur deyir. Mən üzr istəyirəm, olunmur düşünmüşdüm. Buğda qamışdır. C variantı olacaq. Burada doğru cavabımız. Davam edirik. Növbəti 11-ci sualımızla. 11-ci sualda deyir. Ehtiyat qida maddəsi hansı bitkidə kökdə toplanmır? Turpda toplanır, yer kökündə toplanır, soğanda gövdə və yarpaqda toplanır, çuğundurda kökdə toplanır, georgində kökdə toplanır. C variantı olacaq doğru cavabımız. Funksiyalardan hansını adətən kök yerinə yetirilmir? Suyun udulmasını kök yerinə yetirir. Dayaq yerinə yetirir. Suda hallanmış mineral maddələrin udulmasını yerinə yetirir. Fotosintezi yerinə yetirmir. D variantı olacaq doğru cavab. Ötürücü də yerinə yetirir, çünki sorduğu maddələri, suyu və mineral maddələri ötürür. Deməli, davam edirik. Neçə dəqiqə bizim ekrana bəzən gəlir. Ekranda getdi. Deməli,
13-cü sualımız alma budağının 10 yarpaq yerləşən hissəsində olan buğumların sayı alma növbəli düzülüş olduğu üçün 10 yarpaq olan hissədə 10 dənə buğum yerləşir. Gicitkən bitkisinin 10 buğumunda yerləşən yarpaqların sayı bunda qarşı-qarşıya düzülüş olduğu üçün bir buğuma 2 yarpaqdırsa 10 buğuma 20 yarpaq olacaq. Burada B bərabərdir 20, A bərabərdir 10 oldu. A plus B bərabərdir 30. Devam edirik 14-cü sualımızla. 14-də əgər bitkinin kök sistemində 120 yan kök, 70 əlavə bir əsas kök olarsa, kök üsküklərinin sayı hərəsində bir dənədir, toplayacaq. 120 o da 70, 190 o da 1 eləyəcək 191. Hansı ifadələr doğru deyil? Hüceyrə canlının ən kiçik funksional vahididir, bu doğrudur. Bakteriya çox hüceyrəlidir, bu doğru deyil. Orqanizm orqanlar sistemindən təşkil olunub. Bəli, bu doğrudur. Toxuma müxtəlif funksiyaları yerinə yetirən hüceyrələrdən təşkil olunub. Xeyr, eyni funksiyalar, yəni oxşar funksiyaları yerinə yetirən hüceyrələrdən təşkil olunub. Birlikdə fəaliyyət göstərən orqanlar sistemini əmələ gətirir. Bu doğrudur. Yəni uyğun olmayanlar. Biri 2 oldu, biri də 4 oldu. 16-cı sual. Gövdənin funksiyaları kök ilə yarpaqlar arasında əlaqə yaratmaq, bu doğrudur. Bəzi bitkilərdə vegetativ çoxalmada iştirak etmək, bu da doğrudur. Özündə qida maddələri toplamaq, bu da doğrudur. Bitkini torpağa bərk etmək, bu doğru deyil. Yarpaqları işığa doğru qaldırmaq, bu doğrudur. Torpaqdakı qida maddələrini sormaq, bu doğru deyil, bu kökün funksiyasıdır. Devam edirik 17-ci sualın uyğunluğu müəyyən edin. Deməli, 1-də növbəlidir, 2-də qarşı-qarşıyadır, 3-də isə topalıdır. Deməli, 1-ə aid olacaq. Toz ağacı, alma, cökə, yəni C, D, Y. 2-yə aid olacaq gicitkən, 3-ə aid olacaq oleandır. Devam edirik 18. Deməli, sxemi tamamlayın. Deməli, burada hüceyrə qalır boşluqda. Hüceyrə, toxuma, orqanlar sistemi, orqanizm. Hüceyrə yazılacaq. Tumurcuq pulcuğu nədir? Hansı funksiyanı yerinə yetirir? Tumurcuq pulcuğu xaricdən örtür və onu xarici mühitin təsirlərindən qoruyur. 20-ci sualda vegetativ orqanlar kök, gövdə və yarpaqdır. Keçirik B variantına. Bitkinin bütün köklərinin cəmi necə adlanır? Kök sistemi adlanır. D variantı. Zoğ nədir? Üzərində yarpaq və əlavə köklər olan cavan gövdədir. Əlavə kök deməyək. Bəlkə də ola bilər, amma digərlərinə baxaq. Şəklini dəyişmiş cavan gövdədir. Xeyr, üzərində yarpaq və tumurcuqlar olan cavan gövdədir. C variantı olacaq sualımızın doğru cavabı. Devam edirik 3-cü sualla. Verilmiş sözlərin uyğun ardıcıllığından istifadə edərək mətni tamamlayın. Tumurcuq zoğ başlanğıcıdır. 1-ə gedəcək 4. Sonra tumurcuğu vasitəsilə zoğ uzunluğuna böyüyür. Təpə tumurcuğu vasitəsilə, deməli 1 də gedəcək ikinciyə. Deməli 4-dən sonra 1 gəlir. Bu da B variantında var. Sonra kök və yarpaq üzərinə əmələ gələn tumurcuqlar əlavə tumurcuqlardır. Yəni bu 5-dir. Sonra tumurcuqlar kiçik, vegetativ tumurcuqlar kiçik, generativ tumurcuqlar isə iri olur. Yəni sonra olacaq 2, sonra olacaq 3. Bu da B variantına uyğun gəlir. 4, 1, 5, 2, 3. Devam edirik. Deməli, saplağı olmayan yarpaqlar oturaq yarpaqlar adlanır. Kökümsovu olan bitkini müəyyən edin. Bu çayırdır, C variantı. Hüceyrələr vasitəsilə birləşərək, hüceyrələr bilavasitə birləşərək nəyə əmələ gətirir? Toxumanı əmələ gətirir. D variantı. Çiçəkli bitkilərin köklərinin quruluş və inkişafına görə neçə növü müəyyən edilir? 3 növü müəyyən edilir. Əsas kök, əlavə kök və yan kök. Zoğun iki qonşu buğum arası arasında bilavasitə nə yerləşir? Yəni, belə sualın özündə cavab var. İki qonşu buğumu arasında gərək yazılardı. Bilavasitə nə yerləşir? Buğum arası yerləşir. C variantı. X-in yerinə yazılmalıdır. Sadə mürəkkəbdirsə bu yarpağın növləri ola bilər. D variantı. Sadə yarpaq, mürəkkəb yarpaq. Onda ətləşmiş gövdəyə malikdir. Bu kaktusdur. B variantı olacaq. Doğru cavab. Deməli 11. Açar sözlərdən istifadə edərək mətni tamamlayın. Tumurcuq zoğ başlanğıcıdır. Tumurcuğu vasitəsilə təpə tumurcuğu vasitəsilə bunu yazdıq, yoxsa yox? Yox. Təkrar oldu sanki. Deməli, tumurcuq zoğ başlanğıcıdır. Təpə tumurcuğu vasitəsilə zoğ uzunluğuna böyüyür. Kök və yarpaq üzəri bu əlavə tumurcuqlardır. Bunu dedik. Bunu dedik də qoyaq.
Başka sual idi o. Eyni sual deməli. Buydu. Yox. Birinci suala harda baxdıq? Hə, bu üçüncü sual. Elə bil ki, üçüncü sualdan bu sual eyni sualdır, düzdür? Nəysə, yəni buna baxmışdıq. Yarpağı paralel damarlanır. Qamışdır, bir də buğdadır. 1-5, yəni D bəndi olacaq. D bəndi yox, 1-5 A bəndi olacaq. Hansı ifadə doğrudur? Hər iki kök sistemində əsas kök aydın seçilir. Xeyr, çarpıcı kök sistemində seçilmir. Kökün uzunluğuna böyüməsi törədici toxuma hesabınadır. Bu doğrudur. Vegetativ tumurcuqdan çiçək də inkişaf edə bilər. Xeyr, generativ tumurcuqdan çiçək inkişaf edir. Tikan və bığcıqlar zoğun yerüstü şəkil dəyişməsidir. E, Ola bilər. Yarpaq üzərində olan tumurcuqlar əlavə tumurcuqlardır. Bu doğrudur. Yarpaqları topalı düzüşə malik olan bitkiləri seçin. Deməli, yasəmən deyil, qatır quyruğu var, budur. Oleandrdır, bir də qarğa gözüdür. 2, 5, 6. Bitki toxumalarını müəyyən edin. Əsas toxuma, ondan sonra örtük toxuması elə 1-lə 4. Digərləri heyvan toxumasına aiddir. 16-cı sualımız. Kökün funksiyaları deməli fotosintez etmək deyil. Bəzi bitkilərdə vegetativ toxunmada iştirak etmək ola bilər. Yarpaqları işığa çıxarmaq deyil. Bitkini torpağa bərk etmək bu doğrudur. Torpaqdan suyu və mineral maddələri sormaq bu da doğrudur. Torpaqdan üzüm maddələri sormaq bu doğru deyil. Sonra 17. Uyğunluğu müəyyən edin. Orqan hüceyrə bir neçə toxuma qrupundan əmələ gəlib bu orqandır. Üstünlük təşkil edən toxuma və onun əsas funksiyası hesab olunur. Üstünlük təşkil edən toxuma onun əsas funksiyası hesab olunur. Başa düşməli. Ən kiçik quruluş vahididir, bu hüceyrədir. Birləşib orqanlar sistemini əmələ gətirir, bu orqandır. İlkin təşkil səviyyəsi hesab olunur, bu hüceyrədir. İndi qaldı burada B variantı. Üstünlük təşkil edən toxuma onun əsas funksiyası hesab olunur. Cümlə quruluşu biraz yanlışdır sanki, amma orqan üçün gedər bu. Yəni, orqanda hansı toxuma qrupu üstünlük təşkil edirsə, yəni həmin orqanın funksiyası o toxumanın funksiyası ilə əlaqəli olur. Yəni, yəqin ki, bu mənada düşünmüş olarlar. Sonra 18-də, əgər gicitkən zoğunda 10 yarpaq olarsa, buğum aralarının minimum sayı nə qədərdir? Bilirik ki, bir buğuma 2 yarpaqdır. Deməli 10 yarpaqdırsa onu yazdıq yarpağın altında. X yazdıq bu tərəfə. X bərabər 2x bərabərdir 10, x bərabərdir 5. Deməli 5 dənə buğumdur. Buğum arasında bir vahid az olur. Yəni 5-dən biri çıxarıq bərabər olacaq 4-ə. Yarpağın əsas hissələri hansılardır və bu hissələrin funksiyaları nədən ibarətdir? Yarpağın əsas hissələri yarpaq ayası və saplaqdır. Yarpaq ayasının funksiyası əsasən fotosintez etməkdir. Saplağın funksiyası isə yarpağı ayasını işığa çıxarmaq, həmçinin suyun, mineral maddələrin və üzvü maddələrin, ümumiyyətlə maddələrin hərəkətini təmin etmək, həmçinin möhkəmlik verməkdir mexaniki liftlərin hesabına. Kök üskünün əsas funksiyası nədir? Kökün ucunu zədələnməkdən qoruyur. Bilirik ki, müxtəlif bərk çuxurlara, daşa, kəsəyə rast gəlir və onları deşdikdə kök üsküyü, kökün ucunu zədələnməkdən qoruyur. Bu zaman yeyilərək yenidən əmələ gəlir. Devam edirik. Deyəsən, burada qutarır. Hə, burada qutarır. Tamam, ümid edirəm ki, hər kəs üçün aydın oldu. Bunu bağlayıram.